Hər birinizi salamlayıram kanalımıza və videomuza. Xoş gəlmisiniz. Bugün Azərbaycan TikTok videoları izləyirik. Demişdim ki, Azərbaycan TikTok əfsanələri bir gündən bir gələcək. Dediyim kimi, yəni bir gündən bir paylaşmağa çalışıram. Siz də yəni əziyyətə qarşılıq verərək videomuza like atıb aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox uzatmadan keçdik videoya, xoş izləmələr. Yenə də yağdı yağış başladı, qış qaz da bizə oldu qamış ta kommunal eylədi naz vurdu qapaz yazdı işıq pazladı qaz qazdadı su olmadı bu. Ay Yaxşı deyəm amma mənaları dərindir biraz. Bir dəqiqə deyək kimdir buna bir dəqiqə qulaq asan. Başlanğıc xoşuma gəldi. Dilimə 50 qram araq dəyən kimi mən. Bu dayda idmanla məşğul olur deyəsən. Belə görünür sağlamlığı var. Oysa bu idman harı işləyir, əlləri işləyir, ayaqları işləyir, iki tərəflidir bu deyəsən. Yaxşı idi. Hələ ki yaxşı gedirik. Kardeşim, Hacım, telefonun paralı neydi efendim? sevgilimin doğum günü. Paralı yoktu ki. Sevgilim de yoktu. Ori bebe ori. Mən də elə Ori BB-ni gözləyirdim. Biz də 2 saatda avtobus gözləyirik. Bu nəyin çəkilişidir belə? Kameraman falan da var. Yox, Azərbaycanda deyil. Azərbaycanda nə görə beləsinlər ki, bu nəsə çəkiliş falan deyil, belə prank videosu falan çəkirlər yəqin ki. Bu böceğin qarnından çıxan qorxdu. Bu tip bir videoya baxmışam, bu böcəyin qarnından nə qurtdu bilmirəm çıxır. Amma var da belə bir şey var yəni. Suya batırırsan, göz üstünə su tökürsən, nəsə qurt çıxır. Uşaq vaxtı bu böcəkdən nə qədər qorxurdum mən. Mənə maraqlıdır ki, nəyə görə suya batıranda çıxır ancaq. Yəni adi dayanan yerdə çıxmır. Yəni bunun qarnında yetişir. Öz balası kimi baxır ona. Nə uzunluğunda deyə bu? Qurd indi deyib ki, şükür Allaha çıxdım azadlığa. Baxıram əraziyə. Gördüyünüz kimi hər ikisi hərəkət eləyir. Qurd hərəkət eləyir, canlıdır. Böcəyin ürəyi tələsir elə bil. Ne şeydi? 55 manat, 49'a verersen 54, 50, 53, 51, 52. 51 yarım. Hə, yaxşı ver. He ver. Nəsə beynini qarışdırdı. Rahat oğullu usul deyə bu. Nə qədər pul verib indiyəcə o da yadında deyil. Zakir kaç hemen yana. Kaç hemen yana. Kaç. Ay, yavaş da yavaş yıkıldın. Gel. Selamünaleyküm. Adı Zakir'dir. 4 aylıq baladır. Nə qəşəng adı var Zakir. Rəngi çox super deyib. Qətiyyən dişləmək söhbəti ola bilməz. Tut dimdiyindən qaldır. Real alıcılar əlaqə saxlasın. Zakir əsəbləşdirdi. Qızlar yemək yeyəndə atasının verdiyi 50 manatı yazdırmağa gedəndə oğlanlar. Nə yaxşı operator gəlib yaxından çəkmir. Növbəti ekskluzivi sizə təqdim etmək istəyirəm. Bu pul üçün sıxacdır. Xüsusilə Azərbaycan üçün hazırlanıbdır. Severna İçerin zavodu istehsalıdır. Gördüyünüz kimi sıxacın üzərində Puldan baha olar bu. gümüş 925 əyyardan hazırlanıb, təxmini çəkisi 16 qrama yaxındır. Bu şəkildə sıxac pula Kim deyə bu qədər pulu tapan? Bizim pulumuzu bu saxlaya bilməz. Döyülən it. İtin döyülüb döyülmədiyi necə bilmək olar? Əgər biz iti götürüb ən hərəkəti elə İtin yerinə qaqaş nə qoxdu? verirsə və ikinci etapda hansısa bir əşyanı götürüb sürət İt heç tərpənmədi, yəni. Bir günüm necə keçir? Günlük rutinimdən bəhs edəcəm. Gördüyünüz kimi qəşəng duşumu alıram və duş alarkən də Feyri də o elə. bədən gelimi ən keyfiyyətlisini seçirəm. Çünki saçlarımı və özümü çox sevirəm. Duşdan sonra isə özümü bu cür sağlıqlı səhər yeməyi ilə mükafatlandırıram. Ola bu nə səhər yeməkdir? Hindistan sokaq ləzzətləri. Ailəm və uşaqlarım üçün sağlıqlı günorta Yumurtadır bu belə. Qarışıq bişirir yumurtanı. Belə görünür günü çox qəşəng keçir. Siz elə bilirdiniz ki, ağsaqqalları unutmuşam mən. Ağsaqqal Şəkidən gəlmişdi. Mənim 60 yaşım var. 60 yaşda saç tökülməsi məncə normaldır. 30 ildən çoxdur ki, saçım tökülüb. Məni Saçı 30 yaşından tökülüb.
Bu normal deyil bu səfər. hazırda izləyən dəyərli insan sonda öz fikrini, yəni neçə yaş cavanlaşdığınızı rəydə yazacaq dedim. Videolara baxanda heç nə bilinmir, qüsursuzdur. Amma birdən canlı baxanda bilinər deyə tərəddüd edirdim. 1 saatdır buradayam, 10 nəfərdən çox insan görmüşəm. Mən elə bilirdim onlar öz saçlarını kəstirməyə gəliblər. Sən demə protez saç imiş, heç öz saçlarından fərqlənmirdi. Saçın küləkdə zərbə qopub düşmək ehtimalı var. O da təsəvvürlə küləkdə gedirsən, saç üstü başından nə edəcəksən? Neynirsən? Biraz uzun oldu elə bil. Mən Şəkidə yaşayıram. Hər dəfə Şəkidən Bakıya gəlib getmək mənə əziyyət olacaq dedi. Mən özümə rəva bilmədiyimi, müştərilərimə də bilmirəm. Sizə baxımı öyrədəcəm. Ölkədə rəsmi təmsilçi olduğumuza görə Yaxşı deyə məncə bir dəfəlik alıb keçirirsən başına, kleyləyirsən. Qırxıma falan da ehtiyac yoxdur. Nə uzanacaq, nə qısalacaq o qalıb elə. Mənim saçım yaxşıdır, sizin saçınız. Mənim saçım yaxşıdır. Saçdan biraz da seçildi amma. Qıraqlardan bilinir. 240 manata 30 il cavanlaşacağımı bilsəydim, bu qədər gözləməzdim. 240 manat fisoda bütün saçı tökülmüş ağsaqqallar pensiyan alan kimi bu qəşin yanına gedəcəklər saçlarını düzəltdirməyə. Uşaqlar, Almaniyada Emil adı, yəni gəlib çıxıb buralara. Məndə olan məlumata görə Azərbaycan əsilli addır. Almaniyaya gəlib çıxıb bütün poloların üstünə. Mənim adım heç Azərbaycanda da yoxdur. Çox qeyri-adi bir adım var. Bəlkə də Azərbaycanda bu ad bir dənə məndədir. İndiki 1-ci sinif uşaqların məktəb kombini, mənim 1-ci sinif məktəb kombinim. Batinkalara bax bir dənə. Bu arada mənim 1-ci sinif heç yadımda qalmayıb. Ki məktəbə nətər hazırlaşdım, nətər getdim. Düz 10 il keçib üstündən. Vay be. Heç kimə inanmayan adam. Dedi ki, əməliyyat olmalısan. Amma mən bir dənə başqa həkimə də yoxlanım. Ne oldu, kim ne dedi? Dərman yazıb ki, yəni bunları at, keçib gedəcək. Amma mən bir dənə başqa həkimə də yoxlanım. Ən salamat. Ne oldu, kim ne dedi? Dedi ki, sənin problem ayağındadır. Nədirsə ayağındadır. Amma bir dənə başqa həkimə də yoxladım mən. Belə görünür hər yeri problemli olacaq. Dedi ki, əməliyyata ehtiyac yoxdur. Dərman atmağa ehtiyac yoxdur. Ayağında da heç nə yoxdur. Dedi elə ən yaxşısı sən vaxtında yat, dur, düzələcək. Amma mən yenə də bir dənə həkim var bizim köhnə məhəllədə. Türkiyə tarixi ilə məşğul. Gedib ona dəqiq. Yazıq nəyinəsinə inanmayacaq da. Hər həkim bir söz deyir. Doğulduğun aya görə hansı Ceyhun bərdəlisən? İyul Maşinyan Ceyhun. Avqust heyvan sevər Ceyhun. Sentyabr lazerə gedən Ceyhun. Oktyabr yarışıqlı Ceyhun. Noyabr avtoş Ceyhun. Dekabr yemək yeyən Ceyhun. Aprel cındır zaddır. Aprel niyə gəlmədi? Hələ gəlməsə yaxşıdır. Deyirəm vaxt var idi qızlar üçün alırdılar bunu. O qədər xoşbəxt olurdular ki, tab bilmirlər ki, bax bunu alsalar gör nə hisslər keçirlər. Oy da. Gör nə qəşəngdir. Bu nədir belə? Şəhəri dolduracaq köpüylə. 500 min köpüyü buraxır. Bax, gör nə qəşəngdir. 1 dəqiqəyə 500 min ədəd köpüyü buraxır. Görürsən bu qutaranda nə ilə doldururlar içini? Mənə çox maraqlı gəldi. Bilən varsa bir dənə şərhlərdə yazsın da. Keşfətimiz ağıllanıb ha. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu bəyənib aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.